Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Xəbər verdiyimiz kimi, Abşeron rayonu Şəfəq qəsəbəsində stansiya Sumqayıt adlı ərazidə 21 yaşlı Kəmalə Əbilova yaşadığı çoxmərtəbəli binadakı mənzilin eyvanından yıxılaraq ölüb. Kəmalənin dayısı İlqar Behbudov bildirib ki, o 6 ay bundan əvvəl burun əməliyyatı olub. Əməliyyat İstanbul klinikasında olub. Ondan daha sonra uşağın beynində travma əmələ gəldi. Həkimlərə getdi, amma düzəlmədi. Universitet tələbəsi idi, əlaçı olub. Bilmirəm, əməliyyat zamanı narkozu artıq olub, yoxsa sinirə toxunublar. Vəziyyət budur. Həmin klinikada da cərrah Rəşad Məmmədov olub. Əməliyyat vaxtı mən də orada olmuşam. Əbilovanın əmsi Cahil Əbilov isə deyir ki, onu əməliyyatdan sonra 3 dəfə həkimin yanına aparıblar. Müayinə etdiyi dərmanlar yazdı. Dərmanlar onu əksərsiz göstərirdi. Adam görəndə qorxurdu, ürkürdü. Deyirdi, mənim yanıma gəlmə. Əməliyyatdan sonra 6 ay ərzində 2-3 dəfə universitetə getdi, ancaq evə qapanmışdı, çölə çıxmırdı.